Salam, hər vaxtınız xeyir olsun hörmətli futbol azarkeşləri. Bugün Gol TV'də AFFA U14 Liqası Şəfa Binə görüşünü sizlərə təqdim edirik. İnanırıq ki, bugün hər iki komandanın ifasında gözəl futbolun şahidi olacaq. Hər iki komandaya bugünkü oyunda uğurlar arzu edirik. 13-cü turun görüşüdür. Kapitanlar və hakimlər topu və qapını seçmək üçün kapitanlarla məsləhətləşəcəklər və bir neçə saniyədən sonra bu görüş başlayacaq. Qeyd edim ki, bugünkü oyunda Binə komandası qələbə qazanmalıdır. Onlara bugünkü qələbə hava su kimi lazımdır. Kapitanları isə təqdim edilən Binədə Orxan Ağatalıbov, Şəfada isə 10 nömrə Kamran Babazadə. Hər iki oyuncu Gol TV'yə çox yaxşı tanış simalardır. Komandaların heyətlərini sizə təqdim etməmişdən əvvəl hakimlərlə tanış olaq. Baş hakim Hacı Ağa Həsənov, ona kömək edir Yasin Cəbizadə, Rauf Salamovdur. İnanırıq ki, bugün ədalətli mübarizə izləyəcək. Güclü olan komanda bugün qələbə qazanacaq. Bugün Binə komandası oyun Binədə keçirilsə də qonaq qismində çıxış edir. Komandaların heyətləri belədir. Binədən başlayır. Qapıda 1 Fərhad Həsənli, 3 Süleyman Əliyev, 4 Hüseyin Bekəliyev, 6 Mərdan Tağzadə, 7 Tofiq Abdullayev, 8 kapitan Orxan Ağatalıbov. Görüş başladı. 9 Riyad Quliyev, 11 Hüseyin Hüseynov, 15 Eldar Məmmədxanov, 18 Azər Əliyev, 19 Sədullah Əlizadə. Komandanın baş məşqçisi Məmməd Əli Ağatalıbovdur. Hörmətli tamaşaçılar, qeyd edim ki, sabah 28 dekabr tarixində Məmməd Əli Ağatalıbovun doğum günüdür. Onu da fürsətdən istifadə edilərək doğum günü münasibətilə təbrik edirik. Karyerasında uğurlar arzulayırıq. İnanırıq ki, növbəti illərdə, yaxın illərdə əməkdar məşqçi adına da layiq görüləcək. Şəfaq komandası ilə tanış olaq. Qapıda 1 Musa İsmailov, 3 Şahin Həsənli, 7 Səid Əli, 10 kapitan Kamran Babazadə, 11 Nihat Hacıağayev, 13 Camal Həşimov, 17 Əli Nəcəfli, 18 Yusif Hüseyin, 20 Mehdi Quluzadə, 19 Əli Əlisoy, 23 Əli Həsənov. Baş məşqçi Zöhrab Sətdarovdur. Hörmətli tamaşaçılar, qeyd edim ki, bugünkü oyun sizlərə Azərbaycan Futbol Federasiyasının dəstəyi ilə təqdim olunur. Dəstəyə görə AFFA-nın icraçı vitse-prezident hörmətli Sərxan Hacıyevə təşəkkürümüzü bildiririk. Outdan Binə topu oyuna daxili Tofiq Abdullayev topladı. Yusufona qarşı oynayırdı və Şəfaq komandası topu qazanır. Yenidən az qala Orxan sağlı oynayır. Eldar Əlisoy ondan topadır, amma Binə hücumu devam edəcək. Sədullah yenidən Eldarla oynayır. Eldar içəriyə doğru ötürmə. Burada müdafiəçilər topu uzaqlaşdırmağa çalışır. Hüseyin Hüseynov. Hüseyin türməsi dəqiq alma və Şəfaq komandası sürətli əks hücuma çıxmaq kimi bir imkanı var, amma Nihat topu geriyə çəkir. Kamran yerində çevrilməyə çalışır. İki kapitanın mübarizəsi izlirik və irəliyə. Səid indi ona qarşı qayda pozulur. Hakim təhlükəli nöqtədən cərimə zərbəsi təyin edəcək. Qarşılaşmanın 17-ci dəqiqəsi oynanılır. Əli Nəcəfli və Şahin Həsənli topun gerisindədir. Kamran Babazadə burada bəlkə də hər hansısa bir ev tapşırığı izləyə bilərik. Baş hakim Hacı Ağa Həsənov canlı sətli geriyə çəkir. 4 nəfərdən ibarət canlı sət var. Fərhad Həsənli onların tərpənmələrini istədilər. İstədi daha doğrusu. 17 nömrə Əli topun gerisində sol ayağı ilə topa yaxınlaşır. Birbaşa qapıya zərbə o topu qapının üstündən vurur. Qapıdan zərbə ilə Fərhad başlayır. Hörmətli tamaşaçılar, turun cədvəlinə nəzər yetirdikdə riskli bir türmə idi Fərhad. Hər şey onun da komandası üçün yaxşı qurtarır. Turun cədvəlinə nəzər saldıqda bu komanda A qrupunda qərarlaşır. Eldar yerdə qalır ikili. Bəli, sıxışdırma kimi hakim qiymətlənir və sarı vərəqə. 19 nömrəli oyuncu Əli Əlisoy sarı vərəqə ilə cəzalandırır. Cərimə zərbəsindən isə Riyad
Binə komandasının 9 nömrəli oyuncusu. Yəqin ki o topu bu məsafədən birbaşa qapıya göndərəcək, azarkeşlər də ondan qol gözləyir. Hava küləklidir, amma bugün komandaları dəstəkləməyə gələnlər var. Riyad Quliyev 9 nömrə hakimin işarəsini gözləyir. Və hakimdən işarə gəlir, sağ ayağı ilə qapıya zərbə, qapıcı Musa İsmail topun qarşısını kəsir. Amma binənin hücumu davam edəcək. Eldar geriyə oynuyor, Tofiq. Tofiqdən içəriyə daha bir tutma qapıcı. Bəli, ikinci cəhddə indi Eldar. Amma Mehdi burada xilaskar rolunu oynuyor, komandasını qoldan xilas edir. Bəlkə də artıq binə komandası hesabı açmış olacaq. İləriyə doğru. Camalın ötürməsi ilə out. Şafa topu oyuna daxil edəcək. Qeyd edim ki, A qrupunun oyununu izləyirək. Gəlin Şafanın bu hücumunu izləyək. Kamran Babazadə 2 rəqibi keçməyə çalışırdı və ikincidən zərbə ilə Şafa topu oyuna daxil etməlidir. Ənənəyə uyğun olaraq standart vəziyyətlər zamanı topun içərisində Şafanın 17 nömrəli futbolçusu Əli Nəcəflini görürük. Bu dəfə də ənənəyə sadiq qalaraq topu o oyuna daxil edəcək. Sol ayağı ilə qüvvətli zərbələri var. Bəli, hakim indi topun oyuna daxil edilməsində içəriyə doğru ötürməyə qarışıq bir vəziyyət vardı, amma hər şey burada binənlər üçün yaxşı qurtarır və əks hücum qurmaq üçün əla bir imkan var. İləriyə ötürmə də əla idi. Tofiq Abdullah, üzr istəyirəm, Hüseynov Azərlə oynayır. Azər geriyə çəkilir, tələsmir. Sədullah, onun ötürməsi keçmir. Çox gözəl əks hücum qurmaq imkanı qazanmışdı, amma binəlilər bu fürsətdən istifadə edə bilmir. Camal Hüseyn ona qarşı oynayırdı, out. Əli Nəcəfli ikinci zərbəsi ilə topu oyuna daxil edəcək. Kamrandan əla bir hərəkət. Kamran qapıya zərbə, daha bir ikinci zərbəsi. Riyada dayan top meydanı tərk edir. Kamran Babazadəni biz Sabahın heyətində də görmüşük. Ötən mövsümü Fenerbahçe'nin heyətində keçirmişdi. Təhlükəli bir zərbə izləyə bilərdik. Yenidən Mərdan Tağzadə. Şafa komandası topu qazanır. Yenidən Mərdan. Əli Nəcəfli. Yaxşı oynayır bu epizodda Yusif. Kamran yenidən ötürü topu. Bu dəqiqələri Şafa komandası qısa ötürmələrə üstünlük verir, amma qapıcı Fərhad burada hücum yarımçı qalır. Hörmətli tamaşaçılar, turnirin cədvəli haqqında indi daha sonra danışacağıq. Əla bir ötürmə Azər demək olar, qapıcı özümüz Azər aşırma zərbə, top qapıya yox, daxil olmur. Qapı dirəyinə dəyən top oyuna qayıt. Daha bir zərbə, top qapının bir xeyli yaxınlığından keçir. Top da meydanı indi tərk edir. Çox gözəl zərbə ilə yadda qala bilərdi Azər Əlizadə. On edilmiş ötürmə də əlaydı. İləriyə doğru sürmə. İndi Şəfa komandası Əli görək binənin bu hücumuna nə ilə cavab verəcək? Əli top sonda ilə Əlidən meydanı tərk edir Əliyə. Kamran hərəki topladı içəriyə, daxil diqqətlər hakimdədir və o bildirir ki, cərmə zərbəsi ilə Şəfa topu oyuna daxil etmədi, amma Kamran Babazadə hakimin bu fikirlə barışmır. Yəqin ki, bu epizodun təkrarı bizlərə bir daha təqdim olunacaq. Diqqətlə izləyirik Kamran. Bəli, epizod sizlərə təqdim olundu. Və beləliklə ilk hissə başa çatır hörmətli futbol azarkeşləri. 40 dəqiqədən sonra qapılara qol vurulmadı, amma maraqlı mübarizə izlədik.
Bir də hər vaxtınız xeyir olsun hörmətli futbol azarkeşləri. Şəfa Binə görüşünün ikinci hissəsi sizlərə təqdim olunur. İnanırıq ki, ikinci hissə ilk hissədən də maraqlı olacaq. Hər iki komandaya bir daha uğurlar arzu edirik. Hörmətli tamaşaçılar, komandaların heyətində hər hansı bir oyuncu dəyişikliyi baş verərsə, bunu da sizin diqqətinizə çatdıracaq. Səhiddən əla bir ötürmə, Kamran yüksək texnikaya malikdir. Geriye ötürmə, Musa İsmailov sağla oynayır. Binə komandası turnirin cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Bugün qələbə qazanacağı təqdirdə xalların sayını 21-ə çatdıracaq. Və qələbə qazanacağı təqdirdə artıq növbəti mərhələyə vəsiqəni təmin edəcək. Amma öncə bugünkü oyunu qələbə ilə başa vurmaq lazımdır. Şəfa isə bu oyunda gözəl oyunla yadda qalmalıdır. Riyaddan içəriyə doğru ötürmə. İndi qapı istiqamətindən zərbə və top qapıdadır. Və Binə oyuncuları hesabı açır. 18 nömrəli futbolçu ilk hissədə çox çalışmışdı. Bir zərbəsi qapı dirəyini tuşladı, amma bu dəfə dəqiq zərbə indirir. Azər Əlizadənin qolu. Binənlər sevinir, azarkeşlər sevinir. Bu qolun təkrarını bir daha izləyəcək. İlk hissədə bir neçə zərbəsi, hətta bir qolunda da oyundan kənarı vəziyyət vardı. Hakim həmin qolu qeydə almamışdı, amma bu dəfə onun qol vurmasına heç kim mane olmur. Riyaddan içəriyə bir doğru ötürmə, tərs bir toxunuş vardı qapıya, bu cür zərbə indirir Binəlilər. Qapıdan zərbə ilə Şəfa futbolçuları topu oyuna daxil edir. Əliyə doğru ötürmə. Yusuf Əliyev Şəfanın heyətində meydançaya daxil olub, 9 nömrəli oyuncu. Biz artıq Amin Mərdanzadəni də görürük Binə komandasının heyətində. Hüseynov Eldar'la oynuyor. Eldar Azərdən əla bir ötürmə. Amin istiqamət. Amin qapıya zərbəsi və top qapıdadır. İkinci qol vurulur. Çox çəkmədi. 3 dəqiqə sonra Binəlilər artıq ikinci topu Şəfa komandasının qapısından keçirir. İlk hissədə Şəfa daha baxımlı oyunla yadda qalırdı, amma ikinci hissəyə Binəlilər yaxşı başladı. Artıq görüşün ikinci hissəsinin təxminən 24-cü dəqiqəsi oynanılır və ikinci qol vurulur. Əla bir ötürmədə Azər bugün yaxşı oyunla yadda qalır. Qapıya bu cür Amin Mərdanzadə zərbə indirir. Baku Sporting'dəki çıxışı ilə tanıdığım bir oyuncudur. Yedar Amin topu qarşılayır. Keçdi bir rəqibini. Amin Mərdanzadə artıq oyuna daxil olduqdan sonra Binə komandası fərqi 2 topa çatdırmağa bacarıb. Kamran Turan Əzizi də oyundadır. Şəfa komandasının niyyətində bir sıra oyuncu dəyişiklikləri baş verdi. Görək Şəfa komandası bu dəqiqələrdə bir qol vurarsa, mən deyərdim ki, oyun daha da maraqlı olacaq. Kamran yox. Topun ona gəlməsinə imkan vermirlər. Riyaddan əla bir ötürmək. Azər istiqamətinə Azər 2 rəqibinin hatəsindən qapıya zərbə vurma imkanı tapır, amma bu dəfə də aşırma zərbə, bu dəfə də qapı dirəyi onun qol vurmasına mane ola bilmir. İnanılmaz bir epizodlar izləyirik. İlk hissədə də, ikinci hissədə təxminən buna oxşar vəziyyət var. Özü də bunun necə qapıdan keçmədiyinə inana bilmir. Yenidən əla bir ötürmə. Riyad sağ cinahda fəallıq içəriyə doğru ötürmə, qapı istiqamət, daha bir zərbə və Binə komandası 3-cü qolu vurur. Bu dəfə də diqqət mərkəzində Azər Əlizadədir. Bugünkü oyunda 2 qol və 1 məhsullar ötürmə ilə yadda qalıb. Oyunun ən yaxşı futbolçularından biridir. 18 nömrəli futbolçu. 2 zərbəsində izləmişdik. Daha təhlükəli alınmışdı. Vurulan qolun təkrarını izləyirik. Riyad Quliyev burada 2 rəqibinin əhatəsindən çıxmağı bacarır. Adətən biz Argentina futbolçu Agüero'dan alışdığımız bir epizod izlədik. Bu dəfə isə U14 liqasında Riyad Quliyev 2 rəqibinin əhatəsindən çıxmağı bacardı. Şəfa komandası görək buraxılan qollardan birinin əvəzinə çıxa biləcək mi? Mən deyərdim ki, artıq
görüşün və bitdi. Hakim görüşü bitirir. Binə komandası növbəti mərhələyə vəsqə qazanır. Şəfaya isə bundan sonraki oyunlarda uğurlar arzu edirik. Bugün hər iki komanda yaxşı oynadı, amma Şəfanın ilk hissədəki gözəl oyununu xüsusilə qeyd etmək istərdim, amma Binə ikinci hissədə 3 gol vuraraq qələbə qazanmağı bacardı. Hörmətli tamaşaçılar, onu da qeyd edim ki, sabah Gol TV-də U14 liqasının B qrupunun prinsipial oyunu sizlərə təqdim olunacaq. Baku Sporting Qarabağ görüşünü də izləyə bilərsiniz. Və rubrika sadiq qalaraq hər komandadan bir nəfəri oyunun ən yaxşısı seçirəm. Bəli, hər iki komanda yaxşı oynadı, amma rubrika sadiq qalaraq hər komandadan bir nəfəri oyunun ən yaxşısı seçmək məcburiyyətindəyəm. Şəfada 10 nömrə kapitan Kamran Babazadə oyunun ulduzu isə yəqin ki, sizə mənimlə razılaşarsınız. Binənin 18 nömrəli futbolçusu Azər Əlizadədir. Bizə ayrılmış vaxt burada başa çatır. Növbəti mövsüm eşidilmək ümidi ilə sağ olun, salamat qalın. Oyunu isə sizlər üçün mən Heydər Əliyev şərh etdim.